7 D sınıfıyla ümumiləşdiricidə alıb dərs olaraq suallarla başlayırıq. Birinci qrup. Azərbaycan dəmir yolu hansıdır? Müəllim, Bakı Türkmənistan gəmi başı. Yox, o gəmi bərədir. Səndən dəmir yolunu istəyir. Bilmədim. 2-3 saniyədən artıq uşaqlar, vaxtımız yoxdur gözləməyə. Birini götürün. Singapurun gəmi limanından hansı okeanlar arasında üzən gəmilər xidmət göstərir? Aha, hansı okeanlar arasındadır? Bilmədim. Davam edirik bu suallarla. Azərbaycan hansı ölkələrlə suda həmsərhəddir? Müəllim, Gürcüstan. Yox, Gürcüstanla Sudan həmsərhəd deyil, axı Sudan deyil. Yox. Yanlış Rusiya. Sudan. Yaxşı, ümumiyyətlə götürəndə Sudan, Rusiya. Rusiya, Türkiyə. Yox, yanlış cavablar getdi. Rusiya, İran, Qazaxıstan, Türkmənistan. Dünyadakı ən böyük palçıq vulkan hansıdır? Nənən hündür. Ən hündür Karagay vulkanı. Harada yerləşir? Azərbaycanda Bakıda. Yox, Qobustanda, amma qəbul olunur. Çünki sual bir idi, sonradan. Davam edirik. Səid Qalib gəldi hələ ki. Bir balımız var. Tarixi nüvə nəyə görə əlini çalmadı? Yeni daxil haqqında. Niyə xarici nüvə əriyib, daxil nüvə əriyib? Səbəb nədir? Kiplik. Daxili nüvə kipdir, amma xarici nüvə qədər kip deyil. Yer qabının ən qalın hissəsi hansıdır və necə çoğunluqdur? Ən qalın yeri. Yox, yer qabığının ən qalın yeri. Tamam, birinci qrup daxilində birinci sırada yalnız bir qalibimiz var. Bu da birinci mərhələdə onlar bir bal qazanıb deməkdir. İkinci sırayla davam edirik. Evet. Laborda suyun temperatürü neçə dərəcədir? Suyun temperatürü, termal bulaq. 30 dərəcə. 30 neçə? Yox, yanlış cavab. Siz hansı programlar var? Mesela Proqramların adı? mesela taksi. Yox, CIS üçün olan proqramların adı. Əyləş, bilmədim. Dünyada tükənməyən hansı əsas enerji mənbələri var? Tükənməyən enerjini. Alternativlər yəni. Tükənməyən. Günəş, külək, tükənməyən. Sürətli olmuş. Bəli, hansılardır? Sonra bir de yer var. düzdür. Koba şəhərində dəhşətli zəlzələdən biri nə zaman baş verdi? 2011-ci ildə. Noyabr 8-də. Yox. O video değildir. Yanlış cevap. Yaponiyada neçə seismograf cihazı quraşdırıldı? Yox. Biraz buraya geçti. İkinci sıradan bir tane düzümüz var. İkinci gruptan. Üçüncü gruptan devam edelim. Yaponiya zəlzələlərdə baş verən itkilərin qarşısını almaq üçün hansı cihazlardan istifadə edir? Doğrudur. Singapur Malazya'dan hansı boğazlar ayrılır? Kol. Düzdür.
Qarçıban Qarabağ vulkanik yaylasında hansı vulkanlara rast gəlinir? Vulkanik yaylada, Kiçik Qafqazda hansı vulkan var idi? Sönmüş vulkan. Yox, o Qafqazda. Yelloz. Yox, Böyük işıqlı. Okean tipli yer qabığının qalınlığı nə qədərdir? 30-40. O ümumi yer qabının qalınlığı idi. 5-10 kilometrdə okean tipli yer qabığı. Singapurun tərkibində hansı xalqlar var? Mənim Singapurun tərkibində Çinli var. Çinli Şimdi sonra ve Hindli sayılmaz. Azərbaycan hansı regionda yerləşir? Abşeron rayonu. Hansı regionda? Abşeronda Bakıda. Hansı qitədə? Asya qitəsində. Singapurun hansı limanı dünyanın bir olduğuna Hava limanı. Hansı hava limanı var Singapurun? Əyləş, bilmədi. Deməli, 3-cü qrupda 2 dənə balımız var, 2 nəfərimiz var. 4-cü qrupda devam edirik. Dağların altında kontinent bir yer qabığının qalınlığı nə qədərdir? 70. ölkəmiz Ermənistan ilə nə qədər məsafədə yerləşir? Düzdür. Balımız var, hələ ki. Siyafasın koordinatları hansılardır? 14-17 şimali. Mütləq bölgə nədir? Mütləq bölgə onun bilindiyi bölgə. Yəni, Yəni bilindiğimiz yoxsa dəqiq yoxsa dəqiq olmuyor? dəqiq. Dəqiq. Balımız var. Yapyaqlarıqda vulkan neçənci ilə düşürdü? 2016 idi. Doğrudur. Kobe şəhərində nə qədər insan yaşayır? 10 Ayşe, 10 milyon doğrudur. Singapurun əhalisinin sayı nə qədərdir? 6 milyon. Yer qabığına bak. Yox, yer qabığına. Yer qabığına. Bazal. Granit çəkmə, bilmədim. Deməli, 4-cü sıramızda doğru cavab verənlərin qaldırsın. 6 balımız var. 4-cü qrupumuzun 6 balı var. 4-cü qrupda bir nəfər bir cavab verib, onunla davam edirik. Vulkanlar neçə qrupa bölünür və hansılardır? Vulkanlar aktiv, sönmüş və yatmış vulkanlar. Doğrudur. Sənin ikinci mərhələdə də qalib gəldi. İkinci qrupumuzda bir nəfər qalmışdır. Ezan, buyur. İslandiyanın paytaxtı hansıdır? Storko qeydləri haradaydı? İslandiyan paytaxtında, şəhərdəydi. Reykjavik şəhəridir. İkinci qrupumuzda tamamilə qalmadı. Qeydiyyat aparırıq. Birinci qrupun ikinci mərhələdə bir nəfəri, ikinci qrupun ikinci mərhələdə heç bir nəfəri yoxdur. Üçüncü qrupda 2 nəfərimiz qalıbdır. Magma yer səthinə çıxdıqdan sonra nə etsə bilir? Lava. Doğrudur.
San Francisco Harvard yerləşir. Doğrudur. Deməli, üçüncü qrupumuzda 2 nəfər qaldı. Dördüncü qrupdan davam edirik qalilər. Nüvə neçə yerə bölünür? Hansılardır? Daxil nüvə, xarici nüvə. Doğrudur. Elbrus vulkanının hündürlüğü ne kadardır? 5600'e kadar geldim. 5647 qəbul edirəm. Yanlış vulkanlar hansı vulkanlardır? Bir daha yanmayan vulkanlardır. Yani gələcəkdə aktif olmalı. Aktif olmayanlardır. Chiapas hansı ölkədə yerləşir? Meksika. Doğrudur. Biraz sürətli. Litosfer nədir? Litosfer yer təbəqəsinin üst hava qatıdır. Hava qatı, bərk qatıdır, bəli. Az qalmışdır. Sözün açılışı nədir? Coğrafi informasiya sistemi. Doğrudur. Deməli, dördüncü qrupumuzda 6 nəfərin almışı da suallara cavab verdiyinə görə 6 ballarını qorumuş oldular. Sonuncu mərhələ ilə davam edirik uşaqlar. Qalib olanlar zəhmət olmasa lövhəyə gəlin. Deməli, sual qatarımızla sonuncu qalibimizi müəyyən edirik. Suala cavab verən keçir, bir də durur arxada. Suala cevap vermeyen sakitçe keçir oturur. Aydın oldu? Evet. Başladı. Sönmüş vulkanlar hansı vulkanlardır? Hal-hazırda aktif olmayanlar, lakin gələcəkdə yəni də aktiv ola bilərlər. Singapurun tərkibində mamaların neçə faizi 23 Coğrafi mövqe necə olur və hansıları? Coğrafi mövqe iki yerə ayrılır. Biri nisbi mövqe, bir də mütləq. Doğrudur. Tekrar sualımız oldu. Nüvənin temperaturu nə qədərdir? Nüvənin temperaturu günəşin temperaturuna Ne kadardır? Var idi şekilde. Yok. Ne kadardır? Çünkü sualı verir. Konkret. 6000 derece sesi. Masya sözü Latince nə deməkdir? Yer deməkdir. Yok. Mantıya sözlü mənası. Gecə Mantiya 3 saniyeden artık gözlemimi ise ötük kapı demektir. Azerbaycan bunların kəməri hansı? Bakı. Doğrudur. Devam edelim. Azərbaycan cənubəli xətti hansıdır? Bir tane gəmlərə ad verilmişti orada. Bir neçə gəmlərimiz var ama birinin adı verilmişti. Bakı Türkmen Bakı. Evet. Azərbaycan sahəsi neçə kvadrat kilometrdir? 86 kilometr. Dur. Suni peyklər nədir? Rollardan ibarət bu sınıf ekləri. Yer səsini nə bilmez. Bilmədim. Siqnallar ötürürlər. İnformasiya Ölkəmiz İranla nə qədər məsafədə yerləşir? 765. doğrudur. Meseta yaylasının hündürlüğü ne kadardır? 1500. ...1500... ...2500... ...sayılmıyor. Oxford yakınlıklara gelmiyor. Takana vulkanının hündürlüğü ne kadardır? 4060. Düzdür. Kobe şəhərində neçə bal cüzündə zəlzələ baş verdi? 7.7. Yok. 7.9. 7.9.
7.7. 7.9. 7.3 idi. Hansı vulkanların ətrafında nələr olur? Yəni hansı faydalı qazıntılar olur ətrafında? Hansı vulkan? Düzdür. Alçı vulkanlarına həm də nə ad verilir? Yalancı vulkanlar və set olur. Palçıq vulkanın temperaturu nə qədərdir? 253. 253. Geyzerlər yer səthinə hansı şəkildə çıxır? Şəkildə çıxır. Nə? Fərqində. Fəvvarə. Düzdür, tamam, qəbul edirəm. Söz Siyafaz ərzaq məhsullarının neçə faizini ABŞ-a ixrac edir? 90%. Doğrudur, keç. Gəl. Litosfer tavanı hansı xəttəcərlərdir? Aslanı. Doğrudur. Yaponiyanın ən böyük dəniz limanı hansıdır? Chiafa. Kəsmək qıtadadır. Bilmədin. Kobe şəhəri. Bakı arxipelagında neçə ada püskürmə nəticəsində yaranıb? 8. Düzdür. Singapurun koordinatları nədir? 1 dərəcə. Bir dərəcə şimal emeği, bir də 103 dərəcə şərq. Struktur geyseri harada yerləşir? İslandiyada Reykjavik. Doğrudur. İkilər hərarət. Daxili nüvə nəyə görə bərk haldadır? Çünki orada vəziyyət necədir? Yəni, sıfırlar necə vəziyyətdədir? Bərk. Yəni, sıx. Singapurun tərkibində hindlilərin faizi neçə faizi? 13,5. Yerin daxilində nüvə harada yerləşir? Mərkəz. Litosferin qalınlığı neçə kilometrdir? 90 kilometr çukur. Xəzər dənizində nə qədər parçaq vulkan var? 140. Sahilində yəni. Kənd təsərrüfatı üçün əsas amillər hansılardır? Əlverişli şərait, su, bir də günəş. Doğrudur. Singapurun sahəsi neçə Nə qədər? kvadrat metrdir? 728,6. Termal bulaqların ən məşhuru hansıdır? Mənim bizdə yoxsa? Bizdə. Hə, bizdə Kəlbəzərdəki İstisu. Vulkanların magma ocağı yerin hansı təbəqəsində yerləşir? Mantia. Hansıman ya? Üst. Ay, aferin. Yer qabığının ən nazik hissəsi hansıdır və neçə kilometrdir? Mənim Marina. Düzdür. Biraz sürətli olun. Çox güclü rəqabət gedir. Singapur İndoneziyadan hansı boğazlara toxunur? İndoneziyada. Singapur. Yer qabığı neçə tipə bölünür və hansılardır? Yer qabığı bazalt, çökmə, qranit. Doğrudur. Vulkanın xəttlərində temperatur neçə dərəcə olur? 1200. Singapurun tərkibində Çinlilər neçə faizi? 74,3. Hazırda İslandiyada aktiv olan neçə gecə var? 29. San Francisco hansı ölkədə yerləşir? Kobe şəhərinin nəyə görə çoxlu yanğınlar baş verdi? Çünki orada insanlar səhər tezdən şəhərə gedən elektrik işlədirlər. Okean şəkli yer qabığının altında hansı qat yoxdur? Qranit. İslandiyada aktiv gecələrdən biri hansıdır? Struktur. Azərbaycan hansı ölkələrlə həm sudan, həm də qurdan həmsərhəddir? Gürcüstan, Həm su, həm quru. həm su, həm quru, Rusiya, bir də İran.
Ölkəmizi Rusiya ilə nə qədər məsafədə yerləşir? 391. İsti suyun tərkibi hansı mineral suyu ilə oxşarı kanonlar? Kanun harada yerləşir? Lüleleko harda yerləşir? İsveçrə ilə. Dağlarda da yerləşir, Cənubi Amerikada. Sən artıq heç sən uduzdun, görək Fatimə son sualına cavab verir. Seismoqraf sistemi sayəsində neçənci ildə itçilər azaldı? 2011-ci ildə. Fatimə əyləşə bilərsən, afərin sənə. Seçilən qalibimiz Fatimə oldu. Fatimə də 4-cü qrupdan, ona ayrıca qiymətləndirmə olacaqdır. Cəmləşdirəndə birinci qrupumuz zəif olur, ikinci qrupumuz zəif olur, üçüncü qrupumuz orta, 4 bal, dördüncü qrupumuz amma ən güclü qrup 12 bal olur.